çörəyi ver çörəkçiyə, birini də üstəlik. İndi sizə bir çörəkçi təqdim eləyəcəyik ki, o təkcə çörək satmaqla məşğul deyil. Həm də bir məktəbin direktorudur. Amma şagirdlərə dərs demək əvəzinə səhər tezdən maşının arxasına çörəyi yüklüyür və başlayır həmin çörəyi mağazalara paylamağa. Lirik rayonu Livedirk kənd orta məktəbinin direktoru Qurban Ağayevlə bağlı qaynar xəttimizə şikayət ünvanlanıb. Məktəb direktoru hər səhər dərs vaxtında dərsi və məktəbə atır, gedir çörək dalayıca. Salam dəyərli izləyicilər, Lirik rayon Livedirk kənd tam orta məktəbin direktoru Qurban Ağayev kəndin məktəbini buraxaraq, öz dərslərini buraxaraq gəlib Şingəllan kəndində çörək satışı ilə məşğuldur. Bu bir ay yarımdır dərs başlayır. Hər gün səhər-səhəri kənddən çıxır, gedir çörək paylamağa. Bütün kəndlərə çörək paylayır. Tez saat 3-ə, 4-ə gəlib çıxır. Yəni məktəbin üzünü görmür. Hal-hazırda da bunun dərs sinifləri də boş qalır. Hər gün də məktəbdə öz işçiləri ilə dalaşır, söyüş verir, hədə-qorxu gəlir, təhqir edir. Valideynlər də məktəbə gedəndə valideynlər də təhqir edir. Əslində bu materialı izləyəndə dedim, nə gözəl bir məktəb direktoru özünə yaraşdırır, çörək satmaq işi ilə də məşğuldur. Amma sonra şikayətə baxdım, gördüm ki, yox. Bu məktəb direktoru dərsi qoyur kənara və məktəbin də başını buraxır, belə deyək, və səhər tezdən mağazalara çörək paylayır. Və şikayətçi də gördünüz, orada üstündən də şərh etdi ki, sentyabr ayının 15-i məktəb başlayandan hələ bu məktəb direktorunu düzəməlli məktəbdə görən olmayıb. Bir nüansı xüsusi ilə qeyd eləmək istəyirəm. Bu xəbərimiz məktəb direktorunun qarşısına çıxmasa da, amma onu tanıyan kiminsə qarşısına mütləq şəkildə çıxacaq. Qarşı tərəf kimi mövqeyinizi 077 379 0747 qaynar xəttimizə siz də video formatda və yaxud da ki, şifahi şəkildə göndərə bilərsiniz ki, biz buradan həmin bu izləyiciyə cavab olaraq təqdim eləyək. Bəlkə məktəb direktoru deyəcək ki, yox, mən axşam saat 6-da tutaq ki, məktəbdə bütün dərslər bitəndən sonra başlayıb çörək satıram. Çörək satmaq ayıb deyil. Düzdür, burada antisanitar şərait filan, maşının arxasına bir parça atıblar, üzərinə çörək yığılır. Bu başqa bir məsələdir. Amma ki, çörək satmaq zərrə qədər ayıb deyil. Ümumiyyətlə çörək qazanmaq ayıb deyil. Bəlkə də məktəb direktoru həqiqətən də aldığı maaşla dolana bilməyən və heç bir qəpikdə müəllimdən və şagirdlərdən pul almayan məktəb direktorudur. Ona görə bəlkə çörək satmağa ehtiyac duyur. Yəni ona görə də bu məsələdə çox haqqına girməyəcəm məktəb direktorunun. Amma yenə də qarşı tərəfi olaraq söz deməyə haqqı var. Dərs saatlarını mı buraxıb gedir çörək satmağa? Ümumiyyətlə məktəbdə bu deyilən kimi şagirdləri və müəllimləri təhqir mi eləyir məktəb direktoru? Hər halda eşitməyə hazırıq. Gəl. Aziz dostlar, hər vaxtınız xeyir olsun. Baxın. Bu bizim ağ balımızdır, ağ balımız. Bir balın, baxın, bura baxın. Bir balın gözəlliyinə baxın. Bir balın, elə bilin kremdir, krem. Krem şantidir, elə bilin bu. Şokolad alırsınız qablarda, verirsiniz uşaqlarına. Baxın, onu alıb verməyin də. Baxın, görürsünüz, bu balı hazırlayırıq ki, hansı, yəni kimsə uşaqlarına bal verə bilmirsə, bu cür krem bal hazırlayırıq ki, onlar öz uşaqlarına bunu çörəyə yaxıb verə bilsinlər və çox keyfiyyətli bir baldır. Eyni zamanda əziz dostlar, təkcə bu cür krem bal yox, yəni ağ bal yox, bir balon alana 1 kilogram bal hədiyyə kampanyamızda davam eləyir. Kim istəsə 051 546 39 39 nömrəsi ilə əlaqə saxlaya bilər. Həm bu cür möhtəşəm ağ baldan əldə eləyə bilər, həm də ki, bir balon dağ çiçəklərin balı alana 1 kilo da hədiyyədir. Bütün növlərdə bir balon bal alana 1 kilogram bal hədiyyədir. Ağ bal xaric və şam ballarına bizim kampanyamız yoxdur. Yəni bu mükəmməl bir daddır aziz dostlar. İnanın ki, krem kimi yayılır. Sağ olun.